Əksəriyyətiniz Lislanyaya oturanda bu squat hərəkətini bax belə krasovka ilə oturursunuz. Bax bu krasovka var ha. Bunun altı bax belə oyuyor. Bu krasovkalar ancaq sizin üçün crossda, gəzintidə, çöldə hatta gəzəndə eləyəndə xeyir ola bilər. Ona görə də ağır çəkidə sizi belə deyək də çəki yuxarıdan aşağı basanda bu başlayın belə oynamağa. Ona görə də siz ya öz ayağını çək, ya bundan giyinməlisiniz, ya da ondan tapa bilməlisinizsə, yoxdursa, imkanınız yoxdursa, krasovkadırsa, kasıb oğlansızsa, krasovkanı çıxardıb atırsınız qırağa, ayaq-yalın corabla oturursunuz. Prisidaniyanı, squatı və yaxud da gəzinəyi və yaxud da şirnaqamini hansı hərəkət sənin ayaqlarına basacaq, şirnaqaminin ayağına basacaq, ya da yuxarıdan aşağı basacaq, sən mütləq şəkildə o krasovka ilə eləyə bilməzsən. Yaşdan get qalmalıdır. Ən gözəl ayaq-yalındır, ya da barsovka ilə, 6 düz. Bu hərəkətin texnikasına gələndə Prisidaniyanın 50 dəfə izah eləmişəm. Prisidaniyanın texnikası necədir? Hərəkətdə giriş-çıxış. Əksəriyyətiniz yüngül çəki işləyəndə utanırsınız. Bura 2 yarım qoyursan tələbəsi, durub adamın sifətinə göyərir. Elə bil 50-ci pristan yoxdur. Birinci ayaq məşqidir ha. Sən birinci hətta bu düz dəmirlə oturmalı deyilsən. 20-25 ay oturmalısan ki, sənin bütün fiyaskaların hamısı, bütün oynaqların hamısı bərkisin, öyrəşsin o çəki. Düzdür də. Denə düz deyirəm yoxsa yox. Sən gəlib orada bu çəkini yığıb yarımçıq orada güzəlib altıma batırmaqla sən məşqin olmayacaq.